Ailə başçısını itirmiş və 18 yaşınadək əlilliyi müəyyən olunmuş, hazırda isə 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üçün dövlət tərəfindən sosial müavinət təyin olunur. Konkret nöqtə az qeyd edir ki, mövcud qaydalara əsasən bu kateqoriyaya aid şəxslərə aylıq 140 manat məbləğində maddi dəstək göstərilir. Müavinətin təyin edilməsi üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, eləcə də ailə başçısının vəfatını təsdiq edən rəsmi sənəd tələb edilir. Ailə başçısı itkin düşmüş və ya ölmüş elan edilibsə, bu barədə məhkəmə qərarı təqdim edilməlidir. Müraciətin nümayəndə vasitəsilə edilməsi zamanı isə nümayəndənin səlahiyyətlərini təsdiqləyən etibarnamə və ya qəyyumluq sənədi də əlavə olunmalıdır. Qanunvericiliyə görə bu sosial müavinət yalnız Azərbaycan vətəndaşlarına deyil, eyni vaxtda ölkə ərazisində daimi yaşayış hüququ olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil edilir. Sənədlərin natamam təqdim edilməsi və ya müavinətin təyin edilməsi üçün hüquqi əsasın olmaması hallarında müraciətə mənfi cavab verilə bilər. Əlavə edək ki, bu sosial mexanizm ailə başçısını itirmiş və əmək qabiliyyəti məhdud olan şəxslərin maddi təminatının gücləndirilməsinə xidmət edir. Vətəndaşlara müraciət zamanı sənədləri tam və düzgün formada təqdim etmək tövsiyə olunur.